Layla sözünü orada eşitmişəm anamın laylasını. Qazax rayonunun Azərbaycana geri qaytarılan 4 anklav kəndlərindən biri Bağanız Ayrım kəndi erməni silahlı qüvvələri tərəfindən ən çox vəhşiliyə məruz qalan kəndlərdən biri olub. 1990-cı il 24 mart tarixində işğal olunan kəndin sakinləri o günləri belə xatırlayırlar. Qohumlarım bacım idi. Əsli Pakizə, qulu qızı, Dədəş kişi yoldaşı, ondan 2 qızı, bir nəvəsi, 5 nəfər buradan getdi, 5 nəfər. Sonra qonşu Alməmməd kişi var idi. Bunların hamısını yandırmışdılar. Onları yandırmışdılar. Bacım gələ dartıb aparıb güllüylə vurmuşdular. O vurmuşdu, mal töyləsi var, qavanda belə çala fason deyirik biz. Onu altına qoymuşdu, o da yanıb, yandırmışdılar, o yuxarıda yanıb üstlərinə tökülmüşdü. 12 yaşım var idi. Qardaşlarımla bərabər biz həyatımızı itirdik. Anamızı, nənəmizi, babamızı, xalamızı, bir ailəni diri-diri erməni vəhşiləri yandırdı. Mənim bütün arzularım, hər şeyim elə bil o kənddə onlarla bərabər yandı, kül oldu. Qeyd eləyək ki, Qazax rayonunun 30 il işğal altında olan 4 kəndi düz 1 il əvvəl Azərbaycana geri qaytarıldı. O şirin sudan, o bulaq suyundan bir hörsüm, kim gəlib, mənə gətirmişdilər. Uşaqlar getmişdi qaynım zat. O bulağın suyundan bir putulka gətirdilər. Elə bir dünyanı mənə bağışladılar, dünyanı verdilər. Hər nəməti, hər dəqiqəsi. Ona görə ki, mən orada gözümü açmışam, orada doğulmuşam. Layla sözünü orada eşitmişəm anamın laylasını. Ordubada, yol gedir Ordubada, sərkərdə qoçaq olsa verməz Ordubada. İndi ordumuzu bada vermədi, indi hələ səbr eləyir, yenə səbr eləyir, yenə də atırlar, yenə səbr eləyir. Allah can sağlığı versin. Bizim prezidentimiz də. Kənd çox gözəl kənd olub, təmiz suyu olub, təmiz havası olub. 60 yaşında bir mənim daim rəhmətə getdi. Ona dedilər cavandı. Bir də bir kişi var idi. O rəhmətə getdi. Yenə o yaşdaydı, 60-65 yaşlarındaydı. Onlara deyirdi cavan. İndi cavanlarımız getdi. Ağgöynəyin qəbirstanlığına hamısı cavandı. Kənddə ən uzun ömürlü adam neçə yaşında olub? 140 yaşında, 130 yaşında, 120 yaşında. İndən sonra bir dənə arzu, niyyətim odur ki, gedəm anamın qəbirstanlığını, babamın qəbrini ziyarət eləyəm. Bağanız Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə atılmadan qaytarılması ölkəmizin suverenliyinin təmin olunmasında daha bir önəmli addım oldu.